Hər kəs salam, mən Murad İslamzadə. Bugünkü tapşırığımızda şəbəkə ünvanlı texnologiyaların tapşırığının içərisinə ilk 3 tapşırığımız DHCP server və Layout Agent konfigurasiyası, ikinci tapşırığımız DHCP Snowping, üçüncü tapşırığımız isə Netpad və DHCP konfigurasiyası ilə bağlı olacaq. Bir də qeyd etmək istəyirəm ki, mənim verəcəyim nümunə olaraq IP-lər və VLAN port nümunələri özümdən seçib verirəm. Siz öz istədiyiniz konkret nümunələri əks etdirmək üçün dəyişə bilərsiniz. Bu sizin istəyinizə bağlıdır. Mən hər şeyi mümkün qədər realı əks etdirəcək formada və Cisco Packet Tracer uyğun verəcəyəm. Ümumi olaraq ilk tapşırığımız DHCP server və Relay Agent konfigurasiyasını başlamazdan əvvəl ümumi topologiyanın təsvirini verəcəyəm. Şifahi formada desəm, ilk olaraq bizim istifadə edəcəyimiz router 1 olacaq. Router 1-ə bir ədəd routerdan və bunun daxili şəbəkə LAN və xarici şəbəkə olan ISP üçün 2 interfeys üçün istifadə edəcəyik. Bir ədəd switch istifadə edəcəyik, layer 2 switch. Bu LAN daxilində PC-ləri və serveri birləşdirmək üçün istifadə edəcəyik. Sonra server cihazından istifadə edəcəyik. Bu DHCP server rolu və web FTP isteğe bağlı olaraq məqsədində istifadə edəcəyik. 2 ədəd PC, PC1 və PC2 bu müştəri maşınları olacaq. DHCP-dən IP almaq üçün istifadə edəcəyik. Bir də ki, router 2, ikinci routerumuz isə ISP router olaraq adını qeyd edəcəm. Bu router 1-in xarici tərəfi üçün, yəni xarici şəbəkə ilə interfeys əlaqələndirmək üçün istifadə edəcəm. İlk olaraq ümumi topologiyanımızı qurmağa başlayaq. İlk olaraq ilk routerumuzu qoyaq. Bunun adını router ISP router olaraq qeyd edəcəyəm. Sonra ikinci routerumuz, buna sadəcə router 1 olaraq adı qalsın. Sonra bir ədəd switch, bunun da adını switch 1 qoyaq. Nömrəsi 0-dan başlamasın. 2 ədəd PC əlavə edəcəyik. Bunun da adını PC1, digəri isə özü isə PC2 olacaqdır. Bir ədəd server. Serveri isə buradan tapacağıq. Bir ədəd də server. Bunun da adını elə sadəcə server qoysa bəsdir. Çünki bir ədəd serverimiz olacaqdır deyə ehtiyac yoxdur. İndi isə birləşdirməyə keçək. ISP routerla router 1-i birləşdirmək üçün Copper Crossover kabelindən istifadə edək. Bu kabeldir. Router, ISP router istifadə edilsə isteğe bağlı olaraq dəyişən. Mən Gigabit Ethernet 00 portundan, router 1-in isə 01 portundan istifadə edəcəyəm. Sonra isə router 1-ilə switch 1-i birləşdirmək üçün Copper Straight Through kabelindən, bunun isə 00 Ethernet Gigabitdən switch 1-in pas Ethernet 01 ilə birləşdirəcəm. Switchləri də PC-lərlə eyni formada birləşdirəcəm. 02 ilə zaten kompüterlərin, PC-lərin bir portları olduğu üçün fas Ethernet 0 portundan istifadə edəcəyik. Bir də fas Ethernet 04 switch'in portu ilə serverin də bildiyimiz kimi bir ədəd fas Ethernet portu olacaq. Keçək digər addımlarımıza. Ondan sonra ilk olaraq konfigurasiyamızı yerinə yetirək. Router 1 üzərində normal olan router 1 üzərinə eləyəcək. Ünvanlama prosesini yerinə yetirməyə ehtiyac yoxdur. Çünki mən CLI hissəsində müəyyən əmrləri yetirərkən hər birinin qoşduğum port interfeyslərinin içərisinə daxil olaraq tutam ki 00 gigabit Ethernet routerda istifadə eləmişəmsə o interfeysinə, onun interfeysinə daxil olaraq orada IP adresini verəcəm və yaxud da ki IP adresi avtomatik olaraq o IP adresinə əmrindən təyin edə bilərik. Ona görə ehtiyacım olmadı. İlk router üçün ümumi konfigurasiyamızı yetirək. Enable qısaca N və conf yazaraq enable modun əvvəlki dərslərdən bildiyimiz kimi privileged access moduna keçmək üçündür. Conf2 da, yəni konfigura terminalın qısalmışı qlobal konfigurasiyası moduna keçmək üçündür. Bir də bu router üçün hostname, yəni ümumi ad vermək üçündür. Buna da hostname R1 yazaq. Qısaca adı R1 olaraq qalsın. Bir də ki, burada DNS lookupu söndürmək lazımdır. Bunun üçün isə no IP domain lookup. No IP domain look. Bu əmr dediyimiz kimi DNS lookupu söndürür. Bunun nə mənası var? Bu səhv yazılan əmrlərdə DNS sorğusunun qarşısını almaq üçün istifadə edilir. Ona görə DNS lookupu söndürdük. İndi isə LAN interfeysini aktiv eləmək üçün keçək. Interface gigabit Ethernet 00 portuna daxil olaq. Interfeysinə, yəni onu demək istəyirəm.
Bu vasitəsilə LAN interfeysinə daxil olduq. Description to switch 1 yazacaq. Bu interfeysin açıqlama vermək üçündür. Description to switch 1 adını elə qoyduğumuz üçün switch 1 oldu. Bu interfeysin açıqlama. Bir də ki, indi həmin qoşduğumuz LAN interfeys üçün subnet mask və IP adresini təyin edəcək. Bu yüzden IP adres olarak 192.168.10.1 qoyaq. Subnet maskını da 255.255 0 olaraq təyin edək. No shutdown yazaraq da interfeysi aktiv etmiş oluruq. LAN interfeysini işimiz qurtardıqdan sonra switch'e qoşulan interfeysi olduğu üçün LAN interfeysini aktiv elədi. İndi WAN interfeysini bu WAN ESP interfeysi ESP router'a qoşulacaq olan olduğu üçün indi də WAN interfeysini aktiv eləmək istəyirəm. X deyərək indi isə interfeys gigabit edəni 0.1 çünki biz bu birləşdirərkən, əlaqə qurarkən bu interfeysdən istifadə etdiyimiz üçün bundan istifadə edirik. Yine description bu dəfə isə to ISP, yəni ISP bağlantısı üçün açıqlama üçün istifadə edilir. Description to ISP. İndi də IP adresi buna da təyin edilir. Bunda isə 10.0.0.1 olsun. Fərqli olsun bunda ISP router olduğu üçün. Yəni 192.168 sırasından verməyəcəm. Burada 255.252, yəni white maskın əksinə olandan istifadə edəcək. Ona görə axırı 252 ilə bitdi. Bunda da no shutdown verərək interfeysi aktiv etmiş oluruq. X deyə çıxaq. İndi sonraki prosesimiz isə default root internetə çıxış üçün ISP istiqamətində, yəni router konfigurasiyasını edəcəyik. Bunun üçün isə default root olaraq yəni IP root yazacağıq. Sonra ISP routeruna yönləndirmək üçün bir hədəfdən istifadə edəcəyik. Bunun üçün yenə router 1-in CLI hissəsinə daxil olaq. Bunun üçün isə yazaq IP root 0.0.0 təyin edək. İndi bunun izahını verəcəyim. Bu əmri yazdıqdan sonra. Biz burada IP root 4.0.4.0.10.02 yazdıq. Burada 0 bu hissənin prosesi bütün şəbəkələr və hər yerə mənasına gəlir. Yəni belə qısaca izah versin. Birinci bu, buradan ayıraq. İlk olaraq bu 4 IPv4 ünvanının 0.0.0'ın hədəf şəbəkə, yəni bütün IP ünvanlarını nəzərdə tutmaq üçündür. İkinci bu 4 IPv4 0.0 isə subnet maskı, yəni bütün ünvanları əhatə edir. Bir də sondakı 10.0.0.2 isə növbəti hop, yəni next hop ünvanıdır. Bu ISP routerunun ünvanıdır. Bu əmrin mənası olaraq bütövlükdə mənaya gəlir ki, əgər routing cədvəlində xüsusi bir yol olmazsa, bütün trafik bu IP ünvan V4 10.0.0.2'yə göndərməli olacaqdır. Sonraki addımımıza keçsək isə NAT və PAT konfigurasiyasını yerinə yetirməliyik. NAT və PAT konfigurasiyasının router 1-in gigabit edənə 0.1 public və outside sayılır. İndi bunun əmrlərini istifadə etməyə başlayaq. Bunun üçün ilk olaraq access list bit permit 192.168.10.0.255 əmrindən istifadə edəcəyik. Bu ilk olaraq əmri yazaq, elə izah edib verəcəm. Çünki bu uzun bir əmrdir. Bunu hissələri parçalaraq izah edəcəm. Və yaxud ki o IP root hissəsindəki 192.168.10.0 subnet maskı da belə. İlk olaraq belə bir hissəyə ayrı. Access list 1. Bu LAN şəbəkəsinin, yəni burada təyin etdiyimiz IPv4 192.168.10.0'ın NAT üçün təyin edir. Ondan sonra bir də biz interfeys gigabit edənə 0 portuna interfeysinə daxil olaq. Router 1 üçün. Face gigabit net 0. Hər səhv elədim, üzrü sayın.
daxil olduq. Bunun üçün IPNet Insight yazacaq. Bu NetBET konfigurasiyası üçündür. Çünki net konfigurasiyası IPNet yazım da. IPNet Insight. Bu əmrin mənası isə LAN interfeysinin net inside olaraq qeyd eləmək üçündür. Bir də outside var. İndi bir dənə exit yazaq. Yenə həminki bu dəfə 01 üçün. 01 interfeysinə daxil olduq. Bunun üçün IPNet outside yazacağıq. Inside yox. Bu əmri isə WAN interfeysinin net outside olaraq qeyd eləmək üçün istifadə olunur. Bu interfeysdən də çıxaq. Bir də ümumi olaraq IPNet inside source list mənbə 1-dən interfeys olaraq isə gigabit ediniz 01-dən Ethernet 1 overload. Bu əmri isə bütövlükdə PET konfigurasiyasını izah edir. PET konfigurasiyası bu əmrdə PET konfigurasiyası bütün LAN istifadəçilərini WAN IP üzərindən internetə çıxa bilməsi üçün istifadə olunur. Ümumi olaraq yekun isə sonluqda bu əmri endirik bitirək. Write memory yazaq. Yaddaşda istifadə elədik. Yenidən konfigurasiya modundan çıxış ilə write memory'da konfigurasiyanı qeyd edib yadda saxlayırıq. Ümumi bu elədiyimiz konfigurasiya nəticəsində LAN istifadəçiləri həm internetə çıxa bilər, həm şəbəkə təhlükəsizliyi təmin edildi net vasitəsilə, net konfigurasiyası. Bir də router ISP ilə əlaqə qurula bildi. Router 1 ilə ISP router arasında əlaqə qurula bildi. İndi sonraki addımımıza keçək. İkinci isə ISP router konfigurasiyası olacaq. Az öncəki elədiyimiz konfigurasiyada etdiyimizin adı router 1 konfigurasiyası idi. Bu bayaq izah verdiyimiz kimi şəbəkə təhlükəsizliyini təmin etmək üçün falan istifadə olunur. Həm də ki burada router 1 LAN interfeysi olaraq gigabit 00 interfeysindən istifadə elədik. O həmin interfeyslə olaraq 192.168.10.1-i təyin elədik, yadınızdadırsa. Ondan sonra da gigabit 01 interfeys üçün isə ISP-yə gedən link olaraq qeyd edirik. PET overload ilə bütün 192.168.10.0 hostları gigabit EDN 01 interfeysin IP-si ilə net olundu. Bu etdiyimiz əmrlərin qısa özəti olaraq bu oldu. İndi ISP router konfigurasiyası üçün ISP router serialisiyasinə daxil oluruq. Aha. Bu routerin içində enable moduna keçək. Konfigurasiya terminal. Bunun da adını ISP router qoyacağam. Altdan xət olsun. Aha. ISP router qoyduq. Routerin adını, bir də no IP domain locality DNS lookupu söndürək. Bayaqların necə router 1 üçün də etdik, bu üçün də söndürək ki, səhv olduqda problem yaradılmasın. Aha. Sonra ISP konfigurasiyası müştəriyə qoşulan interfeys prosesini yerinə yetirəcək. Bu interfeysin mənası nədir? İlk olaraq bu porta daxil olaq 00 interfeysinə. Aha. Description to router 1 ilə əlaqə saxlayırıq. Bu yenə router 1-ə bağlantı üçün açıqlama göndərməsi üçündür. Adını R1 qoymuşduq da. Hə, R1 yazaq. Router 1 yazacaqdım. Aha, orada router 1 dəqiqə dəqiqləşdirmək üçün baxın. Aha, R1 qoymuş, düz. Yəni, router 1 yazsaydı, onsuz da xəta verəcəkdir. Neysə, buradan təsdiqlədik. IP adres olaraq 02 subnet maskında white maskın əksini qeyd edirik. Aha. Bu IP adresi nəticəsində router 1-in WAN interfeysi 10.001 idi, yadınızdadırsa. Onun o IPv4 adresi ilə eyni şəbəkədə olduğunu qeyd elədik. Bir də point-to-point link üçün isə /30 subnet, yəni 2 istifadəçi verilən IP-dən istifadə elədik. İndi bu router üçün isə konfigurasiya modunu yerinə yetirək. Exit deyə buradan çıxaq yenə. IP root eyni formada bunda da təyin edəcək. 10.001. Aha. Bunu az öncəki kimi qeyd elədik. Dedik ki, X4.0 bütün şəbəkələr üçün açıqdır. Yəni, hədəf şəbəkə bütün IP ünvanları. İkincisi bu isə subnet mask bütün ünvanları əhatə edir.
Bu da ki 10.001-dəki növbəti hop ünvanını, yəni bu ISP routerun ünvanı olaraq qeyd edirik. Sonraki konfigurasiyamızı yerinə yetirək. Yəni iki router arasında bağlantı əlaqəsini saxlamaq üçün elədik. Yəni iç şəbəkəni internet kimi simulyasiya üçün default root qoya bilərik. Bunun üçün də bu əmrdən istifadə elədik. End deyib write memory yazaq. Bu əmrləri yaddaşda saxlayaq. Aha. Sonraki işləyəcəyimiz şey switch 1 üzərində əsas konfigurasiyasını yerinə yetirəcək. Bunu da bağlayaq. Switch 1-ə daxil olan serialisiyasinə. Aha. Əsas konfigurasiya və DHCP snoping. Bu artıq tapşırıq ikimizin üstünə gəlib çıxır. Enable moduna keçək, konfigurasiya moduna keçdik. Hostname adında switch 1 qoyaq. No IP domain lockup'la yenə DNS lockup'u söndürürük. No IP domain lookup 2 dənə tire qoyuyorum. Aha. İndi VLAN konfigurasiyasını yerinə yetirək. Bir ədədi VLAN yaradacaq. Adını da VLAN 10 qoyaq. Elə VLAN 10 təyin edib adını da LAN 10 qoyacağıq. X deyib çıxırıq. VLAN 10 yaratdıq. Adına da LAN 10 adını verdik. İndi istifadəçi portlarına istifadə edəcəyik. Biz hansılarına istifadə elədik? Bir dəqiqə. 2, 3, 4. Aha. 02, 03, 04. Aha, yadıma düşdü. İndi əvvəlki videonun əvvəlinə qayıdaraq görə bilərsiniz ki, hansı portlardan istifadə eləmişdik. Ona görə fast add Ethernet 02-dən 4-ə qədər hamısını seçdik. Daxil olduq. Port alarını konfigurasiya edə bilərik artıq. Başlaya bilərik. Switch port mod access-dən yazaraq portları access moduna keçiririk. Sonra switch port access VLAN 10 üçün təyin edirik. Bu portları VLAN 10-a təyin etdik. Və spanning 3 port fast. Bu sizin üçün yeni bir əmr ola bilər. Bu əmrin məqsədi isə burada böyük bir interval kimi təhlükə ilə bağlı müəyyən məsləhətlər verir, amma disko paket rezi olduğu üçün elə bir də bu mühüm bir problem olmayacaq. Yəni bunun məqsədi STP konvergensiyanı sürətləndirmək üçündür, EDGE portları üçün. Bunu lap gələcək dərslərdə daha detallı danışa bilərik. Amma ümumiyyətlə burada disko paket rezi olduğunca böyük bir problem yaratmaz, amma real switch üzərində falan işlədəndə ehtiyatlı olmaqda məsləhət var. İndi router bağlantısı üçün isə X deyək, bu interfeysdən çıxaq, yeni bir interfeysə daxil olaq. Fast Ethernet 01 routerdan istifadə edəndə 01 ilə bağlamışdıq. O yüzden yazdıq hələ switch port mod access yazaq. Bunun üçün də router ilə ümumiyyətlə portları access moduna keçirmək üçün, yəni portlar deməkdir, bir portu, bir interfeys üçün. Aha yazdıq. Sonra da switch port VLAN 10 üçün təyin edəcəyik ki, router ilə eyni VLAN-da olması lazımdır mütləq. Fərqli bir VLAN yaratmışıq, onun üçün də hamısını eyni VLAN-la bağlamaq lazımdır. X deyə çıxaq artıq bu interfeysdən. Sonra da DHCP snoping təhlükəsizlik konfigurasiyasını yerinə yetirək. Bunun üçün IP DHCP snoping yazacağıq. Bu DHCP snopingi aktiv etmək üçündür. IP DHCP snoping VLAN 10 yazaq. Bu zaman isə VLAN 10 üçün tətbiq etmiş oluruq. DHCP snoping nə edir? DHCP snoping saxta DHCP serverlərinin qarşısını almaq üçün istifadə olunur. Əlavə olaraq yalnız trusted portlarından gələn DHCP təkliflərini qəbul etmək üçün istifadə olunur. Trusted portlarından gələn DHCP təkliflərini qəbul etmək üçün indi trusted port konfigurasiyasını yerinə yetirək. Bunun üçün interface fast ethernet serverindən qoşulmuş interfeysdən, yəni 04-dən istifadə edəcəyik. Fast ethernet 04 interfeysi. Aha. IP DHCP snoping trust. Bu əmr vasitəsilə bu portdan gələn DHCP mesajlarını etibar edirik.
X deyərək çıxaraq. Aha, Trusted Port konfigurasiyasında yeni yetirildi, bitdi artıq. İndi rate limit optional. Bunun üçün interface range fast Ethernet 0.2-dən 0.3-ə qədər dəqiqə. Aha, PC-ləri 2 ilə 3-ü bağlamışdıq. Bunun üçün də IPDCP snooping limit qoyacaq. Rate 15. Bu əmr saniyədə maksimum 15 DHCP paketinin icazə verməsi üçündür. Müəyyən yüklənmələr, proseslər yerinə yetirilməsində, ümumiyyətlə prosesdən yerinə yetirəcək zaten o paketləri qəbul edib icazə verməsi üçün. Sadəcə limit qoyuram ki, 15 saniyədə maksimum 15 paketə icazə versin. Bitdi 15, yenidən o birisinə keçsin. Yəni 15 limiti maksimum 15 qoyuram. End deyirəm, write memory yazaraq artıq etdiyim əmrləri yadda saxlayaq. Aha. Ümumi olaraq switch üçün əsas konfigurasiya DHCP snooping əmrini yetirdi. İndi bu qeyd olaraq qeyd edim ki, əgər biz VLAN 1 istifadə etmək istəsəydik, biz VLAN 10 istifadə edib, VLAN 1 istifadə etmək istəsəydik, IPDCP snooping VLAN 1 yazacaqdıq. Burada VLAN 10 əvəzinə VLAN 1 yazacaqdıq. Mən sadəcə nümunədə VLAN 10 göstərdim deyə, ona görə DHCP snooping falan ondan istifadə elədim. Əgər VLAN 10 yaratdığımıza görə portları ona verdinizsə, yəni VLAN 10 istifadə eləmişsə, siz də elə VLAN 10-dan istifadə eləməlisiniz. Yəni hansı VLAN-ın rəqəminə təyin eləmişsə, o rəqəmin üzərindən gedir. Yəni burada 10 rəqəminin o mənada istifadə etməyə mən çalışmışam ki, siz elə anlayasınız daha sadə formada. Bütün portlar üçün eyni VLAN-da sadə şəbəkə qurduq. Sonra DHCP təhlükəsizliyin yalnız server portu trusted modunu yeni yetirdi. Port fast istifadəçi portların sürətli başlanğıcı yeni yetirdi ki, problem, ilişmələr falan olmasın. Rate limit vasitəsilə də hücumların qarşısını aldıq. Əgər routerda çoxlu VLAN yaradacaqdıqsa, təkcə bir dənə VLAN yox. O zaman fasadinin 0.1 portunu trunk modunda dəyişmək lazım olacaqdı. Xırda olaraq bu qeydi də yerinə yetirmək istədim. Buradakı konfigurasiyanı yerinə yetirdik. İndi serverə daxil olaq. Aha, serverimizə daxil olduq. Serverin qurulması üçün scope packet tracer'da server GUI, yəni serverə klik eləyirik, sonra desktop hissəsinə daxil oluruq. IP konfigurasiyasına giririk. Aha. Burada statik olaraq IPv4 adreslərini 192, 168, 10.5 qoyaq tutalım. Subnet maskın da bu olsun. Default gateway-in də 192, 168, 10.1 qeyd edək. DNS-in də istəyə görə nə qoyursanız qoya bilərsiniz. Mən 888 qoyacağım. Çox zaman belə olur. Aha. Təyin elədik. Sonra servis hissəsinə daxil olaq. DHCP servisinə daxil olaq. Servisi 10 edək. DHCP üçün. Sonra burada pool name-in adını server pool olaraq özləri təyin edib qoyublar. Mən adını LAN qoymaq istəyirəm. LAN qoyduq. Default gateway-in də bayaq ki desktop hissəsində konfigurasiya hissəsindəki kimi eyni qoyacağam. DNS server dediyim kimi istəyə görədir. Mən az öncə 888 qoyduğum üçün eyni qoydum. Starting IP adresi 92.168 10.100 olsun. 100-dən başlasın. Subnet maskı aha doğrudur. Maksimum 100S-dəki 100 olsun. Burada start IP adresə görə uyğun olsun. Aha, save elədim. Aha, gəldi bura düşdü. Əgər siz router 1 üzərində DHCP pool yaratmaq istəsəysiniz, sizin istəyinizə görə, router 1-də IP DHCP pool əmrlərində yaza bilərdik. Ancaq burada server istifadə etdiyimizə görə routerlarda pool eləmək lazım deyil. Artıq bir məhəmin lüzumu yoxdur, qısaca belə deyim. Bunları yeni yetirəndən sonra PC və PC2 üçün konfigurasiyalarda baxaq. Hər iki PC üçün. Desktopda daxil oluruq, IP konfigurasiyasına basırıq. DHCP seçəndə özü avtomatik olaraq bir neçə saniyə göstərir. Aha, IPv4 adreslərini falan subnet maska özü təyin elədi. Bunu bağlayaq. PC2-yə daxil olaq. Desktop yeri, IP konfigurasiya, DHCP. Aha, bu da özü üçün təyin elədi avtomatik olaraq.
DHCP Relay Agent var. Bu elə də bir mənası olan bir şey deyil. Sadəcə qeyd eləmək istəyirəm ki, əgər bizim qurduğumuz bu topologiyadan söhbət gedir, bizim bu topologiyada server LAN üzərindədirsə, o zaman relay lazım deyil. Amma əgər DHCP server router 1-dən başqa bir subnetdə olsaydı, router 1-ə bağlı şəbəkədən IP almaq olacaqdı və həmin router interfeysində IP helper adres bu əmrdən istifadə edəcəkdi. Yazılı olaraq belə göstərmiş faydında olmasın. Əgər olsaydı, məsələn, IP adres əlavə edəcəkdi. Bu router 1 üzərində əgər klient başqa interfeysdə olsaydı, tutalım belə edək. Interface gigabit ethernet yazaq. 02 yazacaqdıq. İndi mənə lazım olmadığı üçün qeyd etməyimə ehtiyac yoxdur. Switch üzərində qeyd edim. Normalda router üzərində olmaz. Sadəcə nümunə olacaqdır. Daxil olacaqdır. Sonra məsələn IP adresi yazacaqdıq. Sonra 192 tutam 168 fərqi olsa 20.1. Bu da subnet maskın belə 255.255.0 yazardıq. Sonra xəta verəcək. Onsuz da mən sadəcə özət deyirəm. Ehtiyacımız olsaydı helper adres 192.168 az öncəki qeyd elədiyimiz nəydi adı? Server quran zaman orada biz DHCP edən zaman IPv4 adresini belə vermişdik. Elədik. Sonradan non-shutdown deyərək aktiv verəcəkdi. Nəysə, əgər DHCP agent lazım olsaydı, ehtiyacımız olmadığı üçün bu əmrə ehtiyac olmur. Sonra İndi yoxlama, yəni verification komandalarını router, switch, server üçün yoxlayaq. Router 1-ə daxil olaq. Show IP interface 1F yazaq. Bu interface və IP-ləri göstərmək üçün. Interfaceləri göstərir 001, IP adresi budur, 012 budur. VLAN'ın unsigned'ini təyin olunmayıb. Sonra show IP route yazaq. Bu da ki routing cədvəlini göstərmək üçündür. Burada istifadə etdiyimiz subnetlər, iki subnet masklarının sayıdır, etdiyimiz burada IP falandır. Bunlar bizim birinci videomuzdakı olan dəstəni əlaqəlidir. Biz bu konfigurasiyadan yeni yetirmək, dinamik və statik marşrutlamalı mövzusu yadınızdadırsa, oradan qeyd etmişdim. Biz bunları orada etmişdik də, bunlar bizim üçün lazım deyil. Etməmişik, biz IP-dir, RIP-dir, bu konfigurasiyadan yeni yetirməmişdik, marşrutlamalar söhbət gedir. Bir də yazaq. Sonra enable yazaq. Məndə belə bir əmr var. Yuxarıda qeyd eləmişəm, o əmri araşdırdım. Running config /section ipnet. Bu net konfigurasiyasını yoxlamaq üçün istifadə olunur. Burada ipnet inside, ipnet outside'ın qeyd edilib və interface 01-də. Yuxarıda əmrdə baxsaq, biz bu əmri yeni yetirmişdik, yadınızdadırsa. Bir burada 00 interfeysində ipnet inside, outside da 01 interfeysində qeyd eləmişdik. Və burada net konfigurasiyasını yoxlayarkən qalmamıza çıxdı və düzgün əmrləri artıq yeni yetirmiş oluruq. Sonra başqa bir də router, digər router, ISP router və switch üçün konfigurasiyaları yoxlayaq, düzgün işləb işləmədiyini. Daxil olaq ISP router'a. Show IP interface brief. Var burada, var burada. Proseslər doğru işlədiyini görürük. Bir də ki, show IP router'a baxaq. Show IP router routing cədvəlinə. Ehtiyac yoxdur, amma baxaq. Proseslərin düzgün işlədiyini görürük. Bir də switch 1 üçün baxaq, switch 1 üçün. DHCP-yə baxaq. Etdiyimiz əmrləri yadıma salmağa çalışıram. DHCP snooping etmişdik.
Bu 3 dənə interfeys PC1 üçün, PC2 üçün və server üçün. Aha, buna limit təyin eləməmişdik server üçün. Zaten lazım deyildi. PC2 üçün və PC3 üçün limitləri qeyd eləmişdik. Sonra show IP DHCP snooping. Başqa hansı əmr ola bilərdi? Snooping binding. Aha. Bu əmri istifadə edək. Niyə xəta verdi? Biz bunu enable modunda eləmişik. Enable modunda eləmişik. Ona görə ola bilər. X deyə çıxaq da. Əmri bir də tezdən yazıb buradan copy paste edək. Aha. Bu əmr switchdəki DHCP snooping tərəfindən öyrənilmiş IP MAC port cütlüklərini göstərir. Aha, IP MAC burada 10.02.03 təyin eləmişdik. Switch-ün PC2 və PC3 üçün və bunun üçün istifadə etdiyimiz interfeyslərin nömrələrini göstərir. Tiplər zaten DHCP snooping etmişdik. VLAN-da eyni VLAN-dan istifadə və total number of bindings 2, yəni 2 cihaz olan PC-dən istifadə etmişdik. Və show VLAN brief yazaq. Bu əmr zaten bilir ki, switchdə olan mövcud VLANlar və onların statuslarını qısa şəkildə göstərir. Aktiv portlar bunlardır. LAN 10 təyin etdiyimiz aktivdir. Aha, heç bir problem yoxdur. Sonra show interfeys statusu, yəni bu əmrlə bütün interfeyslərin statusunu sürətli formada göstərir və VLAN təyinatını göstərəcək. Status yazaq. Nə hərf səhvi yazdım. Enable modunda eləməliyik bunu. Üzrü saniyə. Cidden. Interface status. Aha. Enter bırak. Aha. 1, 2, 3, 4. Bütün portlar üçün VLAN 10 təyin edilib, qoşulub. Double speed auto seçilib. Tiplərdə basic seçilib. Aha. Burada da heç bir problem yoxdur. Ondan sonra serverə bir dənə geri qaydaq. Serverdə DHCP hissəsində server 10'dur. Olan 10. Aha. Eləmişdik. Burada problem yoxdur. Bu hissədə log bölməsində olan list məlumatlarını görürük. Yəni start IP adresini, subnet maskı falan göstərir. Neyse, burada heç bir problem yoxdur. Sonra bir də PC1-dən Scope'da girək buradan. Command promptdan girəcəm. ipconfig yazım. Bu əmrdə bildiyimiz kimi bütün edilən prosesləri IPv4 nə təyin olub, subnet maskı nədir, DNS serverlər nədir? Aha, baxaq. Host DNS 0.1.0'a görə IPv4'ü görürük, subnet maskı görürük, default gate verilmişdik. DHCP serveri də burada görsənir. DNS serveri istəyimizə görə 8.8 qeyd eləmişdik. Aha. Əla. Ondan sonra başqa nə edə bilərik PC1 üçün? Bir də ping atmağı yoxlayaq. Ping 192.168 neçə idi? 10.1 idi səhvimiz. Aha, baxaq görək. Replay from paketdə düzgün formada gəlib. Bu gateway-i yoxlamaq üçün istifadə elədim. Serveri yoxlayaq. İndi server üçün ataq görək. 168 10.5. Aha, burada da problem yoxdur. Serverdə yoxladıq. Bütün paketlər %100 gəldi. Burada da %100 gəldi. Bir də ISP router 1-dən yoxlayaq. Görə oradan gedəcəkmi? Getməyə bilərmi? Problem varsa. Birinci request timeout verə bilər. Aralarında uzun müddət məsafə var. İki paketin ikisi də getdi. Getməlidir, yəni itki 50% itki, 75% itki. 100% itkinin olduğunu qeyd elədim. İndi buradakı prosesi baxaq görək, prosesi nədir? Hansı əmr konfigurasiyanı yerinə yetirməmişik. Proses nədən ola bilər düşünürəm. Bu ping atdıq, itkinin olduğunu qeyd elədi router 1-dən. Bu cavab verməməsi çox güman netdən olmaz. Amma routing və interfeys konfigurasiyasına qaynaqlana bilər, düşünə bilirəm.
Yoxlayaq görək hansı əmrəni. Aha, router 1-ə yox. Birinci özü router 1-ə, ISP-yə yox. Daxil olaq. Biz konfigurasiya açaq. Interface. Gəl 00 yazaq qısaca. IP adresində yenidən təyin edim. Gördüm problem olduğu üçün 10.1 255.255.255.0 Aha, IP-net adresini edək. Inside modunda keçək. Buraları izah elədiyim üçün qısaca TTZ yazıram. Çünki o problemin həllini araşdıram, nədən ola bilər düşünürəm. Interface. 01-ə daxil olaq. Bunda IP adresini təyin edək. 10.1.255 wildcard maskın əksi olacaq. IP-net outside olacaq bu dəfə. Netdən olduğunu düşünmürəm. Konfigurasiyadan olduğunu düşünürəm. Amma yenə də yoxlamadan bilmərik. ISP interface üçün interface. Gəl 00-dan keçək. Konfigurasiya modunu açmamışam. Enable konfigurasiya mod. IP adresi təyin edək burada da. idi. IP adreslər yadımda qaldığı üçün ona görə əzbərləmişəm artıq. Az öncə o qədər yazmışam ki, qısa özət olaraq yadımda qalmışaqdan deyirəm. Aha, qeyd elədik. Ondan sonra interneti simulyasiya etmək istəsək, ISP routerdan cloud ya da loopback verə bilərik. Bunun üçün nə yazaq? Interface məsələn loopback 0 olsun. Aha, sonra IP adres olaraq DNS server istifadə etdiyimizdən qoyaq. Hamısını təyin etdik. Aha. Router 1-ə bir dənə daxil olaq. Aha, problem həll oldu. Bir dənə yenidən ping atacağım. Kopya elədim. Aha, test edək görək. Əlaqənin yaşlı olduğundan gördüm, problem yoxdur. Aha. İlk olaraq request timeout elə bilər. 25% idi ki, o qədər də problem olduğunu göstərmir. Amma 75% paketin getdiyini göstərsə, problem artıq həll olunur. Aha, problemləri yoxladıq. Hər şey həll oldu. Ümumi bitirdik artıq edilmək. Lazım olanların hər şeyi bitirdik. Yoxladıq. Nələr var, nələr yox. Ping işlədiyini gördük. Bir dənə problem oldu, o problemi də həll elədik. Artıq məncə ümumiyyətlə hər şey bitirmiş olduq. Bütün tapşırıqlarımızı, ümumi 3 tapşırığımız var idi ki, onlar DHCP ümumiyyətlə şəbəkə texnologiyalarının təhlükəsizlik texnologiyalarında şəbəkə ünvanı texnologiyanın 3 tapşırığımız bunlar idi. DHCP server və Relay agent konfigurasiyasını yeni yetirdik. Relay agent konfigurasiyasında dedim ki, əgər ehtiyacımız olsaydı o helper adresindən istifadə edəcəkdik. DHCP snoopingi yeni yetirdik. Bir də ki, NetBed və TCP konfigurasiyanı yeni yetirmiş olduq artıq. Və prosesin də yeni yetirdiyini gördük ki, həqiqətən də işləyir. Bu videoda etdiyimizi qısa özət 3 tapşırığı yeni yetirdik. Verim qısa özət olaraq. Beləliklə bu laboratoriyadır. Bu laboratoriya tapşırığında tutam ki, yəni senari. Etdiyimiz bu laboratoriya tapşırığında biz LAN və WAN arasında əlaqəni qurduq. Sonra net konfigurasiyasını tətbiq etdik və cihazlar arasında uğurlu bağlantını yoxladıq. Ping ataraq PC1-dən. PC2-dən də açsaq hamısı əlaqənin, yəni yaşıl olaraq əlaqənin təmin etdiyini göstərir ki, proses doğrudur. Yəni bu videoda bütün lazımi proseslərini yerinə yetirdik 3 tapşırığın məqsədini. Növbəti videomuzda olacağımız mövzunu qısa olaraq desəm, onu post olaraq paylaşmışdım. Yenidən deyim ki, bu şəbəkə təhlükəsinin giriş layer 2 təhlükəsisi olacaq o videomuz. O tapşırıq biraz çətin ola bilər, amma
üstəsindən gələcək bir yerlikdə. Oradakı tapşırıqlar port təhlükəsizliyin tətbiqi, MAC filtrlənməsinin tətbiqi, bir də bütün layer 2 hücumdan öyrənməsi praktik tətbiq olacaq. Orada serverdən, PC-dən, yəni switch router istifadə edəcək. Bir dənə PC qoyacaq. O PC-nin adını atak bir PC verəcək və o PC-dən router'a hücumlar edəcək və həmin routerdan da edilən hücumun müdafiəsini eləyəcək. Ümumi olaraq 3-cü videomuzda bu tapşırığımız da buradan olacaq. Yəni bu tapşırıq lazımi resursları müəyyənləşdirməli və yeni yetirdiyi hücum və müdafiə texnikalarını real həyatda reallaşdırmağı bacarmış olacaq bir nümunə olaraq da, yəni bunu biz Cisco Packet Eraser-də üzərində yerinə yetiririk. Canlı switch və router konfigurasiyasının üzərində yerinə yetirə bilərik. Videonu izlədiyiniz üçün hər birinizə təşəkkürlər edirəm. Əgər videomu bəyəndinizsə kanalıma abunə olmağı və mənə dəstək olmağı, yorumlarda nə sualınız varsa hər bir şeyi qeyd edin. Mən məmnuniyyətlə həmin sizin yorumunuza baxıb sizə geri dönüş edib cavab verəcəyəm. Videomu bəyəndinizsə like atmağı unutmayın. Görüşənədək hələlik.